Hesab edirəm ki, iki ölkə arasında iqtisadi, ticari əməkdaşlığın xeyli dərəcədə genişləndirilməsi ilə bağlı böyük potensial var. Eyni zamanda mən bu əməkdaşlığa yalnız iki tərəfli deyil, regional iqtisadi əməkdaşlığın bir hissəsi kimi yanaşmağın tərəfdarıyam. Düşünmək olar ki, bəli, biz iki tərəfli ticarət dövriyyəsinin xeyli dərəcədə artırılmasına nail ola bilərik, amma məsələyə daha geniş baxdıqda əslində dünyada baş verən proseslər, qloballaşmanın kəskin şəkildə tənəzzülə uğraması məhz regional iqtisadi əməkdaşlığın aktuallığını və zəruriliyini bütün ölkələr qarşısında qoymaqdadır. Ona görə də bu makro bölgənin formalaşması iqtisadi müstəvidə bu gün mən hesab edirəm ki, gündəmdədir və bu bölgənin daxilindəki iqtisadi əlaqələr nöqteyi nəzərdən İran İslam Respublikası ilə Azərbaycanın qarşılıqlı ticarət və iqtisadi bütövlükdə əlaqələrinin hansı istiqamətdə olması mənə elə gəlir ki, bütövlükdə regional iqtisadi əməkdaşlığa böyük təsirlər göstərməlidir. Siz də veriliş prosesində qeyd etdiyiniz kimi şimal-cənub dəhlizidir ki, bugün demək olar ki, dünyada sınmaqda olan nəqliyyat logistik xətlərin fonunda bu dəhlizin reallaşması istər bizim şimal qonşumuz üçün, istər cənubdakı qonşumuz üçün və daha geniş anlamda bütövlükdə Avrasiya iqtisadi əməkdaşlığı üçün son dərəcədə mühümdür. Amma biz də bundan təbii olaraq böyük dividendlər əldə etməliyik. Çünki Azərbaycan üçün öz qeyri-neft, qeyri-xammal sektorunun inkişafı perspektivləri baxımından təbii olaraq xarici bazarlara bizim yerli yüksək texnoloji məhsullarımızın çıxarılması ilə bağlı müvafiq nəqliyyat, logistika, kommunikasiyaların olması iqtisadi inkişafımıza təkan verməlidir. Ona görə də mənə elə gəlir ki, iki tərəfli münasibətlərin artan xətt üzrə inkişaf etməsi, ölkə prezidentinin də qeyd etdiyi kimi münasibətlərin konstruktiv, müsbət istiqamət üzrə getməsi bu bir reallıqdır və bu reallıq nəinki iki ölkəyə, bütövlükdə bölgənin qabaqlayıcı iqtisadi inkişafına müsbət impulslar verməlidir.